Bir dəqiqə. Ə, Başlayaq müəllimlər dərsimizə. Deməli, özünüzü təqdim etmək istəyənlər varsa, zəhmət olmasa, burada əl işarəsindən keçid edib başlaya bilərlər. Kimlər istəyir müəllimlər? Bir dənə zəhmət olmasa deyil. Olmasa mən başlayım suallarımızdan. Sizə müəllimlər 12 sual göndərmişdim keçən dəfəki. Bu 12 sual üzərində baxaq. Ondan sonra isə artıq bu sualları cavablandırmasına keçək. Çünki müəllimlərimizin müsahibə mərhələsində ən böyük problem ondan ibarətdir ki, belə deyək, cavab verirlər, sadəcə olaraq düşünürlər ki, verdikləri cavab birdən yanlış ola bilər. Bunun üçün də müəllimlər biz nə etməliyik? Danışmalıyıq ki, artıq orada nəsə yanlış bir şey olsa biz onu düzəldək. Narahat olmayın, yəni cavablarınız da çox gözəldir. Mən keçən dəfə də qulaq asdım sizin cavablarınıza, çox bəyəndim. İndi isə gəlin belə deyək, birinci qeydlər üzərində başlayaq. Nə edəcəm müəllimlər? Deməli, təqdimat hissəsinə keçid edim. Birinci təqdimatımıza baxaq. Ondan sonra isə müəllimlərimizdən keçən dəfə demişdim ki, siz də dinləmək istəyirəm mən. Gəlin təqdimat hissəsinə keçək. Deməli, bizim ilk 3-cü günümüzün sualları var. 12 sualımızı əhatə edir. Birinci sualımız texnologiya ilə bağlıdır ki, texnologiyanın müəllimə faydaları nələrdir? Kimlər bu suala cavab vermək istəyirsə, zəhmət olmasa keçid edib sualımızı cavablandırar. Belə edəcəm bu dəfə mən, bir də gələnləri qəbul edeyim. Belə edəcəm, vaxtdan edəcəm. Çünki biz vaxta da riayət etməliyik ki, biz həm sual cavablandıraq, həm vaxta riayət edək. Çünki müsahibə mərhələsində bizdən istənilən nədir? Sual verilir, bizim 5 saniyə gözləmə haqqımız var. Mən adətən deyirəm ki, o 5 saniyəni də düşünməyin. Çünki öncədən suallarınıza hazırlaşın ki, artıq sualı cavablandırmaya keçəcəksiniz. Çünki bəzən müəllimlərimiz yavaş-yavaş danışırlar, bəzən müəllimlərimiz belə deyək, çox fikirləşirlər. Bu halda isə bizim əsas hissəni, digər fikirlərimizi ifadə etməyimizə şərait yaranmış olmur. Ona görə də indi çalışmalıyıq ki, burada cavab verək. Texnologiyanın müəllimlərə faydaları nələrdir? Özünüz də bilmirəm, əsas yeni xəbərləri yəqin ki izləyirsiniz. Fikir verdinizsə, sertifikasiyada, MİQ-də artıq süni intellekt üzərindən suallar veriləcək. Bu çoxdan deyilirdi ki, hətta abituriyentlərin imtahanda da deyirdilər ki, informatika, yəni bütün qruplarda olacaq. Bu xəbər də var idi. Ona görə də buradan da biz özümüzə belə bir məlumat çıxarmalıyıq ki, müsahibə mərhələsində bizə süni intellektlə bağlı istəyir MİQ olsun, istəyir sertifikasiya olsun, mütləq sual gələcəkdir. Və buna da bugün sizdən dərsdə toxunacağıq. Yazdığım sualların içərisində yoxdur, amma mən istəyirəm ki, bu sualla əlaqələndirib sırf sizdən soruşum. Sualımızı kim cavablandırmaq istəyir müəllimlər? Bir dənə zəhmət olmasa başlayaq. Kim cavablandırmaq istəyir müəllimlər sualımızı? Sizi dinləmək istəyirəm. Buradan keçid edirəm digər hissəyə. Baxın, mən burada əlinizi qaldıram müəllimə. Ceyran müəllimə o gün aktivliyi var idi. Gülnarə müəllimə, Ceyran müəllimə. Bugün sizə dinləyim Hicran müəllimə. Müəllimlərimizdən gəlin baxaq. Burada keçid edəcəm indi vaxt hissəsinə. Ekran görüntüsü var. Könül müəllimə, bəli, sizi dinləyim. Hal-hazırda ekranda sizdə saniyə ölçən görünür müəllimlər hal-hazırda sizdə. Digərinə keçid etdim. Bilmirəm, görünür, görünmür. Könül müəllimə, səsinizi açın, sizi dinləyək. Buyurun. Könül müəllimə, səsi bağlı qalıb. Əlini qaldırdı. Tamam. Salam. Salam, axşamınız xeyir olsun. Könül müəllimə, sizdə saniyə ölçən görünür hal-hazırda. Xeyr. Görünmür. Harda görünməlidir? Hə, tamam. Onda yenidən paylaşım edeyim, başlayaq. Çünki mən nə etmək istəyirəm? Onu etmək istəyirəm ki, vaxta da qənaət edək biz bu sualı cavablandırarkən. Siz ona qədər sualın cavabını düşünün və baxaq görək bu sualı neçə saniyə siz cavablandıracaqsınız. Gəlin başlayaq. Yəni mən təzədən paylaşım edib keçək. Tamam. Başlayaq Könül müəllimə. Buyurun. Demək, texnologiyanın müəllimə faydası nədən ibarətdir? Buyurun. Texnologiyanın faydalarından biri, deyək ki, elektron lövhədə dərs keçmək lazımdırsa əgər, uşaqlara əyani dərsi tədris edəndən sonra uşaqlar daha yaxşı başa düşəcəklər dərsi. Bu bir müsbət cəhətidir və pandemiya dövrü hər kəsin yadına gəlir.
deməli, texnologiya var idi ki, şükür ki, dip telefon da var idi, kompüterlər də var idi artıq. Həmin vaxtı biz uşaqlara elə nədən onlayn dərslər keçə bildik. Yəni onlar təhsildən geri qalmadılar. Bu da ikinci bir tərəfdir. Və mən informatika müəllimi olduğum üçün texnologiyanın ən çox mənə yəni lazım olduğunu deyərəm və kompüterdə dərslərimi keçirəm, uşaqlar yararlanırlar bu dərslərdən. İstər şəkil çəkmək, istər proqramlaşdırmada proqramlarla bağlı olan dərslərimizdə, yəni bunlar üçün daha yaxşı olur uşaqlar üçün. Deməli, mən həm də dərslərimdə uşaqların, balaca uşaqların deyək ki, yazı yazmaqlarını, çəkilən şəkilləri, yuxarı sinif şagirdlərinin isə proqramlaşma dərslərindəki o işlərini demək, telefonumla şəklini çəkib valideynləri ilə paylaşıram və həm də durumda paylaşıram, WhatsAppda durumda paylaşıram ki, bu da yəni uşaqlar daha çox həvəslənirlər, daha yaxşı iştirak edirlər dərslərimdə. Onlara həvəslənməyinə daha çox köməklik olur. Tamam, Yəni səbəb tapsam çox Ben burada biraz vaxt məsələsini görüb biraz bilirəm həyəcanlandınız. Adətən mən dərslərimdə edirəm müəllimlər cavablandırarkən. Əslində bir dəqiqədən çox vaxta bu suala cavab verdiniz. Mən həmişə deyirəm ki, sual nə qədər cavablandırarkən olmalıdır? çalışın ki 30 saniyə keçməyəsiz. Çünki 30 saniyənin özü belə çoxdur. Hətta mən müsahibə Çox mərhələsində çətindir. qeyd edirəm. Bəli, mən müsahibə mərhələmizdə qeyd elədim ki, mənim müsahibə mərhələsində bəlkə bir 4-5 sual verdilər. Sadəcə olaraq özlərində belə deyim. Mən o sualı mənim müsahibəm 3 dəqiqə çəkdi. Bəlkə də onları tam ətraflı 7-8 sual formatında onun genişliyini izah elədim. Amma 3 dəqiqənin içərisinə sığışdırdım. Düzdür, mən biraz tez-tez danışıram. Bu da məndə var. Amma yəni demək olar ki, 5 dəqiqə də danışdım, dinləyəcəkdilər. Çünki tez bitirdilər. Artıq gördülər ki, hər tərəfi cavab verdiyim üçün. Ona görə suallarınızın cavabını 30 saniyədən digər tərəfə keçirməyin. Yenə dediyim kimi, burada məsələ nədir? Ləman müəllimə söz verəcəm, sonra fikrimi ən sonda qeyd edəcəm. Əsas odur ki, əsas hissələri vurğulayın. Yəni, nədirsə onları vurğulayın. Yəni, nümunə çəkmək istəyirsiniz, çox gözəl, yəni bəyənirəm nümunələrinizi. Sadəcə olaraq o nümunəni əsas nəyə qeyd eləmək istəyirsiniz, onları qeyd edin. Bu zaman həm cümlələrimiz uzun olmaz, həm də ki, 30 saniyədən az vaxtda bir sual cavablandırmış olarıq. Təşəkkür edirəm Könül müəllimə. Ləman müəllimə söz vermək istəyirəm. Buyurun Ləman müəllimə. Axşamınız xeyir. Texnologiyanın mənim üçün faydaları, mənim üçün faydalarından danışmaq istəyirəm. Ən əsası bizim dərsin keyfiyyətini artırır, dərsimizi asanlaşdırır, dərsi daha maraqlı etməyə imkan yaradır. Sonra fərdi yanaşmanı edə bilirik burada. Müxtəlif səviyyəli şagirdlər üçün müxtəlif tapşırıqlar edə bilirik. Məsələn, mən tarix müəllimi olaraq, məsəl üçün, tarixi hadisələri xəritələr üzərində, zaman xəritələri üzərində, sonra fotolar göstərə bilərəm, keçmiş fotolar göstərə bilərəm. Sonra uşaqlar hər hansı bir təqdimatlara yönəldə bilərəm, onları layihələrə yönəldə bilərəm və bunu yenə də texnologiya vasitəsilə təşkil edə bilərəm. Yaradıcılığı artırır. Sonra uşaqlara məlumat əldə etmək çox vacibdir ki, həm biz müəllimlər, həm də şagirdlər üçün texnologiyanın ən üstün cəhəti odur ki, biz məlumat əldə etməyə daha tez bacarırıq bunun vasitəsilə. Bu qədər. Təşəkkür edirəm Ləman müəllimə. Bir dənə də Samsung adından qoşulan kimdir bizdə müəllimlərdə bilmirəm. Zəhmət olmasa adınızı qeyd edərdiniz. Müraciət edəndə adınızla müraciət edim. Əlini qaldıran kim idi burada Samsungdan qoşulan? Telefon nömrəsi düşübdü, bilmirəm. Bir dəqiqə. Həmin müəllimənin də fikrini dinləyək. Səhv etmirəmsə, müəllimə əlini qaldırıb, amma adını bilmədiyim üçün. Belə deyəm, müəllimlər, başqa fikir bildirən müəllimlərimiz yoxdursa, ümumi olaraq belə qeyd edim sizə. Sadəcə yox, sonradan qoşulanlar üçün bircə dəqiqə görüşün linkini göndərim, sonradan qoşulanlar üçün qoşulsunlar. Deməli, fikir verdinizsə, əsas olan hissələrdə 51 saniyədən çox yüksək vaxta keçdiniz, bir dəqiqəni keçdiniz. Orada da yenə dediyim kimi biz nəyə qeyd etmək? Texnologiyanın faydalarını, hətta mən sizə suni intellektdən danışdım. Web 2 alətləri var, Web 3 alətləri var. Web 3 alətləri suni intellekt hissəsinə daxildir. Biz ümumiyyətcə fərqi yoxdur. İstəyir tarix müəllimi olaq, istəyir texnologiya, informatika. Bəzən müəllimlər düşünür ki, informatika müəllimləri adətən bu yenilikləri bilirlər. Amma indi gəlin belə məsələyə bu cür yanaşaq.
Biz icmalların hazırlanmasında fikirlərimizi ifadə edən zaman bizim artıq Z kuşağı deyilir də, Z nəsli deyilir. Artıq o nəslə biz dərs keçirik. Biz təsəvvürünüzə gətirin ki, onlar nəyin üzərində, oyunlaşdırmanın üzərində sevirlər ki, artıq biz oyun əsaslı dərslərin keçirilməsidir. Biz bunları bilsək, dərslərimizi onlarla əlaqələndirsək, görün bizim təqdimatımız necə gözəl alınır. Hətta mən sizə keçən il özümə hazırladığım tək icmalı qeyd elədim ki, orada nə var idi dedim. Dedim ki, oğluma nəsihəti ədəbiyyatdan əlaqələndirdim, proqramlaşdırmanı o mövzu ilə əlaqələndirdim. Hətta məsələn, özüm onu demədim, onu məndən kim istəmişdisə ona verdim. Çünki məndən icmal soruşmadılar, sadəcə olaraq təlim nəticəsi soruşdular. Yəni bunu da qeyd edim ki, suallardan əlavə bir dənə bunu da qeyd elədilər. Bilirlər ki, artıq cavablandıracağam deyə soruşmadılar. Kimə vermişdimsə, həmin müəllim icmal danışmaqla 40 bal almış, tam bal almış. Çünki fərqli yanaşılmışdı. Yəni onu qeyd etmək istəyirəm ki, müəllimlər, texnologiyanın faydalarını deyirik. Dərsdə müəllim üçün üstün xüsusiyyətləri nələrdir? Şagirdlərin yaradıcı düşüncəsini inkişaf etdirir, təfəkkürün inkişafına, müxtəlif öyrənmə tərzlərinə yönələ bilir, bəli. Çünki artıq orada musiqi ilə də istifadə edə bilərik. Səs effektiv məsələsi var. Bundan əlavə olaraq görüntü məsələsi var ki, vizual öyrənənlər üçün önəmlidir. Baxın, bu istiqamətə yer verdiniz. Şagirdlərin təfəkkür üçün inkişafından danışdınız. Şagirdlərin marağından danışa bilərik müəllimlər. Onların maraqlı dərslərin qurulmasına şərait yaratmış olur. Şagirdlərimiz öyrənən zaman, bəs biz nə etmiş oluruq? Dərsi rahatlıqla onlara çatdıra bilirik. Və bundan əlavə olaraq dərslərimizdə müxtəlif Web2 alətlərinin adlarını çəkə bilərik. Yenə dediyim kimi, baxın, süni intellekt demirəm. Süni intellekt Web3 alətləridir. Web2 alətlərini deyirəm. Tarix müəllimi dediniz. Tarix müəllimi, coğrafiya müəllimləri üçün xəritədən istifadə edirlər. Bəli, xəritələ yönəlik web alətlərimiz var. Bundan əlavə olaraq tək elektron lövhədən danışmayın. Niyə görə bunu qeyd edirəm sizə? Çünki elektron lövhəni hamı bilir. Hamı bildiyini bilin. Və üstə gəl, əlavələri bilin ki, sizin üçün daha çox pluslar olsun. Bizdə Lenovo adında əlini qaldıran bilmirəm. Adlarınız burada düşmür deyə mən müraciət edəndə adınızla müraciət edə bilmirəm. Ceyran müəllim, üzr istəyirəm. Buyurun. Yəni bunları qeyd etsəz, mən inanıram ki, sizin həm müsahibə mərhələniz daha qısa vaxtda bitər, həm də sizi çox bəyənərlər. Yenə dediyim kimi, istəyirsiniz dərsin refleksiya mərhələsi deyin, istəyirsiniz motivasiya mərhələsi deyin, istəyirsiniz fəaliyyət hissəsi deyin. Sizdə fəaliyyət hissəsində az olur, çünki tarix müəllimlər digərlərində bizdə informatikada olurdu, o kompüterdə işləyirik deyə. Yəni bu mərhələdə nədən istifadə edirsiniz? Kahootdan istifadə edə bilərsiniz, Quizletdən istifadə edə bilərsiniz, refleksiya məqsədi ilə istifadə olunma var və yaxud da ki, məsələn, bu da mənim üçün açdığım burada vaxta riayət etmə məsələsidir ki, burada suallar var, test formatında hazırlanır. Məsələn, bu alətin adını çəkə bilərsiniz. Onu deməyiniz sizin üçün plusdur. Məsələn, icmallar hazırlananda niyə fərqlilik yaranır? Ona görə ki, mən sizə orada alətlərin adlarını qeyd edirəm ki, bu alətləri deyin, xüsusiyyətlər də budur. Yəni, birdən sual versələr ki, məsələn, burada alətdə nə edirsiniz? Yəni, onu cavablandıra biləsiniz. Ona görə, yəni, belə deyək, daha çox bal gəlir. Bu fikri ifadə etməyiniz doğrudur. Yəni, yenə dediyim kimi, fikirləriniz yanlış deyil. Heç birinizin fikriniz yanlış deyil. Qəşəng cavab verirsiniz. Sadəcə olaraq bizim məqsədimiz fərqli cavablar verməkdir, əlavələr etməkdir biz çıxışlarımıza. Məsələ ondan ibarətdir. Ceyran müəllimə, bəlkə siz o bir sual cavab verəsiniz, yoxsa buna cavab vermək istəyirsiniz? Hansına deyirsiniz məsləhət? İkinci suala. Suallarımız çoxdur. İndi keçək ikinci sualımıza. Bizim sual hissələrimiz çoxdur. Baxaq burada ikinci sualda nədir? İstəyirəm ki, hamınız cavab verəsiniz, bilirəm. Cavablarınız da çox gözəldir. Sadəcə olaraq mənim məqsədim burada əlavələr etməkdir. Keçək ikinci sualımıza. Bizim ikinci sualımız nədir? Keçdik, bir dəqiqə. Nə idi bizim sualımız? Testlərdə müxtəlif tipli suallardan istifadə edilməsinin əsas səbəbi nədir? Burada biraz sizə dəstək verim bu sualımızın cavablandırılmasında. Burada nə qeyd edəcəksiniz? Baxın, biz təkcə testlərdə müxtəlif tipli suallardan istifadə etməyimiz, KSG məsələlərinizi tez yada salmayın. Çünki müəllimlər adətən KSG-nin 20-30-30-20 göstəricilərini yada salırlar. Biz adətən tapşırıqlar verilməsində belə, fəaliyyət hissəmizdə belə, fəaliyyət hissəsində tapşırıq verir şagirdlərə. Elə məsələn, qeyd edirik ki, məsələn, açıq tipli suallar olsun, fərqi yoxdur.
Bunların da asanı, çətini var da belə baxanda müəllimlər. Tək bizim qapalı suallar üzərində getmir suallarımız, testin açıqları da var. Yəni sualı cavablandıranda çalışmalıyıq ki, geniş cavablandıraq və bunun nəticəsində onlara informasiya veririk ki, biz həm dərsin gündəlik dərslərdə, yəni formativdə fəaliyyət hissəsini nəzərdə tuturam, həm də ki, summativi nəzərdə tuturam. Yəni mən bunu bilirəm. Onlara o informasiyanı verirəm. Artıq o tərəfdən bizə sual verməyəcəklər. Ona görə sualları qısa verəcəklər bizə. İndi gəlin bu sualı mən dediyim kimi kim cavablandırmaq istəyir? Elə Ceyran müəllimədən başlayım, sonra Hürü müəlliməyə bircə dəqiqə sual cavablandırmaq üçün söz verəcəm. Baxaq. Bircə dəqiqə digər təqdimatı açım. Baxaq. Baxaq Ceyran müəllimə, buradasınız. Sualı verim sizə. Buradayım. Buyurun. Prosta fikirləşdim, biraz hazırlaşmamışdım. Yəni 12 sual vermişdim mən dünəndən sizə ki, bu sualı Bilirəm. cavablandırasınız. Verin, narahat olmayın. Testlərdə Yenə də- müxtəlif tipli suallardan istifadə edilməsinin əsas səbəbi nədir? Yenə dediyim kimi, tək bunu KSG üzərindən baxmayın, summativ qiymətləndirmələr üzərindən baxmayın, ümumi gündəlik dərslərimiz də üzərindən baxa bilərsiniz bu məsələlərə. Buyurun, cavabınıza başlayaq. Qapalı açıq suallar dediniz. Yəni bu qapalı suallar olanda şagirdlər daha çox öz belə yaddaşlarından, beyinlərindən daha çox istifadə edir də. Yəni qapalı suallar nələri ki oxuyublar onları beyinlərindən istifadə edirlər. Mənə elə gəlir ki, yaddaşlarına güvənirlər ki, nəyi bilirəm. Açıq suallar olanda isə şagirdlər bu anda mənə elə gəlir ki, o tənqidi təfəkkürdən yanaşırlar ki, suala tənqidi baxımından, yəni hər iki cəhətdən tənqidi yanaşmasından istifadə edir. Bəs siz niyə bu iki tipli həm açıq, həm qapalı suallardan istifadə edirsiniz? Bəli, çünki axırda bizim mən bilən 20 ballıq suallar şagirdlər, siz deyirsiniz KSG-dən demə, KSG-də axırıncı 20-ci sual, axırıncı sualda həmişə 20 ballıq suala açıq sual mən qoyuram ki, lap axırda uşaq görək bu sualla necə yanaşır. Onda istifadə edirəm. Amma belə adi, buyurun mənimlə. Buyurun, fikrinizi tamamlayın, zəhmət olmasa. Adi dərs keçəndə, uşağa ki, adi belə dərsin sonundakı sual cavablarda, bəli, ki, nə öyrəndik bugün biz, nə keçdi, yadımızda nə qaldı, artıq burada da açıq suallar, axırda da açıq suallardan istifadə edirəm ki, görüm uşaq burada nə götürdü, bir beynini, bu təfəkkürünü işə salsın, keçdiyim dərsə tənqidi yanaşsın ki, nə öyrəndi, nə öyrənə bildi, nə öyrənə bilmədi. Mənim dərs keçməyimdən daha doğrusu onda nə qaldı, nə öyrəndi, nəyə götürə bilmədi. Təşəkkür edirəm Ceyran müəllimə. Bir dənə Hürü müəlliməni də dinləyək, zəhmət olmasa. Sonra mən sualını cavablandırım. Hürü müəllimə, buyurun. Axşamınız xeyir, bütün müəllimləri salamlayıram. Sualla bağlı onu demək istəyirəm ki, müəllimə, bu sualı oxuyanda mənim ilk öncə ağlıma diferensiallıq gəldi də. Yəni sinifdə, hər bir sinifdə müxtəlif tipli uşaqlar var. Hətta biz öyrənmənin tiplərini keçmişik. Sinifdə dərs prosesi, suallar, tapşırıqların tipləri o sinifdə olan uşaqların öyrənmə tərzlərinə uyğun olmalıdır. Yəni ona görə də testlər müxtəlif suallardan istifadə olunmalıdır ki, o sinifdəki olan uşaqlar bütün səviyyələrə uyğun olaraq o suallara cavab verə bilsinlər. Kimisi hərə biridir oxuyaraq öyrənir, kimi eşidərək öyrənir, kimi kinestetik öyrənir. Bu, yəni tapşırıqlar o şagirdləri tam əhatə eləməlidir. Mən belə fikirləşirəm. Düzdür, tam doğru, düz cavab verdiniz. Əslində Ceyran müəllimənin də verdiyi cavabda yanlışlıq yox idi. Sadəcə olaraq onların bizdən istədiyi cavab nədən ibarətdir? Diferensiallıq və bir də bərabər imkanlar prinsipi. Hətta mən belə deyək, metodika dərslərində deyirəm ki, bərabər imkanlar bərabərdir diferensial təlimə. Yəni eynidir. Yəni bütün uşaqlara istəyir fəaliyyət hissəsində, yəni istəyir testlər olsun, fərq yoxdur, KSG, BSG, bütün uşaqlar eyni hüquqludur. Eyni cür yanaşmalı. Fikir verirsə, dərsin motivasiyasını biz sual vermirik, veririk. Dərsin refleksiya mərhələsində sual vermirik, veririk. Məqsədimiz nədən ibarətdir? Həm burada sual verməklə dərsin motivasiya hissəsindən şagirdləri dərsə cəlb etmək, yəni dediyim kimi, burada qeyd olunmayıbdır ki,
summativi nəzərdə tutun ancaq. Və bir də ki, əgər müxtəlif tipli suallar verilirsə, istəyir gündəlik fəaliyyətlərdə, istəyir ki də digərində summativdə differensiallığı qorunmaqdır. Bütün şagirdlərin müəllimin nəzərə alınmasıdır. Buna ancaq biz qısa konkret cavab verə bilərik. Yəni əlavələrə ehtiyac yoxdur ki, biz orada yenə dediyim kimi 20-30-30-20 göstəricilərini qeyd edirik. Yenə orada da nəzərə almış oluruq. Çünki bizim akademik cəhətdən yüksək səviyyəli şagirdlərimiz var, zəif şagirdlərimiz var. Yüksəyə verdiyimiz sualı zəif şagirdimizə versək, şagird dərsə cəlb olunmayacaqdır. Hətta o fəaliyyəti etməkdən boyun qaçıracaqdır. Zəif şagirdə verdiyimiz sualı yüksək akademik göstəricili olan şagirdə versək, artıq o nə edəcəkdir? Artıq o dərsdən yorulacaq ki, mən bunu bilirəm, artıq yenilik axtarışındadır həmin şagirdimiz. Deməli, müəllimlər, bəli, buna bu qısa konkret olaraq bu cavabı verə bilərsiniz. Bizim gəlin baxalım, üçüncü cavabımız nədir? Xahiş edirəm, müəllimlərdən aktivlik göstərə cavab verən müəllimlərə də təşəkkür edirəm aktiv olduğunuz üçün. Üçüncü sualımız ondan ibarətdir ki, bizim bircə dəqiqə keçid edək. Sağlamlıq problemləri səbəbində məktəbə gələ bilmədiyiniz zaman nə edirsiniz? Burada məqsəd, baxın, şagirdi nəzərdə tutmuram, müəllimi nəzərdə tuturam. İndi deyə bilərsiniz ki, müəllimə, burada da mən biraz haşiyə yaradım. Deməli, deyə bilərsiniz ki, bəs mən dərsə gəlmirəmsə, mənim yerimi kimsə əvəz edici müəllim olacaqdır. Mən də bir xatırlatma edim. Mənim qızım kiçikdir. Deməli, onların riyaziyyat müəlliməsi xəstələnmişdi, gözündən əməliyyat olmuşdu və şagirdlər həmin müəllimə öyrəşmişdilər. Və digər müəllim gələndə onun nə izahını, nə belə deyək də, dərsdə aktiv cəlb olması heç bir, bütün şagirdlərdə aşağı düşmüşdü. Və belə deyək, çox şikayətlər var idi ki, bəs mən həmin müəllimin dərsini oxuya bilmirəm, başa düşə bilmirik. Nə qədər deyirik müəllim izah edir, biz başa düşə bilmirik. Yəni, uşaqların dedikləri buydu. Bu zaman nə olur? Artıq şagirdlər həmin dərsdən uzaqlaşmağa başlayırlar. İndi gəlin baxaq, həmin müəllim bir ay, 2 ay gəlməyə bilər. Yəni, normaldır sağlamlıq problemləri səbəbindən. Bəs bu zaman biz hansı addım atmalıyıq ki, 2 aydan, 1 aydan sonra məktəbə gəlsək, nə müşahidə edəcəyik? Şagirdlər dərsdən uzaqlaşıblar. Bu qədər elə bir bizim çəkdiyimiz əziyyət havaya getmiş olur. İndi gəlin bu sualı cavablandıraq. Kimlər bu sualı cavablandırmaq istəyir? Gəlin baxaq müəllimlər, kimlər cavablandırmaq istəyir? Buyurun. Digər müəllimlərimiz, xahiş edirəm. Yenə həmin müəllimlərimizdir cavab vermək istəyənlər. Səbinə müəllimə, sonra müəllimlərimizdən Hicran müəllimə, Həmidə müəllimə, buyurun. Ceyran müəllimə, siz cavablandırmaq istəyirsiniz? Məndən başqası cavablandırırsa cavablandırsın. Gəlin siz cavablandırın. Digər müəllimlər hələ gəlini qaldırmayıblar. Buyurun siz cavablandırın. Bərabər imkanlıq qaydası burada pozulur axı müəllimlər arasında da. Buyurun, Eybiq cavablandırın, buyurun. Mən şəxsən getməyəndə məndə də bülletinə çıxıram çox vaxtı. Çalışıram ki, sinifdə yaxşı oxuyan uşaqlardan əlaqə saxlayıram ki, necə keçdi mən olmayanda müəllim dərsi? Bugün nə öyrəndiniz? Nə yenilik oldu? Mən olmayanda, yəni mənimlə o birisi müəllim arasında öyrətdiyi arasında hansı fərq gördünüz? Beləliklə mən elə bil getməsəm də əlaqə saxlayıram şagirdlərlə. Dərsdə uşaqların necə öyrəndiklərini, nə öyrəndiklərini soruşuram. Qayıdıb gələndə də axırda artıq bilirəm ki, nələrdə uşaqlar zəifdirlər. Bir özüm də diaqnostik qiymətləndirmə keçirəm. Görüm bunlar nə öyrəndilər, nə öyrənməyiblər. Əlavələrin yerini mən doldururam. Bunu deyə bilərəm. Başqa, yəni özümün tətbiq etdiyini danışıram. Əlavə bilmirəm. Bəs onda gəlin Hürü müəlliməni dinləyək. Əlavə yeniliyiniz yoxdur müəllimlər? Əlavə nə deyə bilərsiniz? Əlavə yenilik. Bu zaman nə edə bilərik? Baxın. Nə edə bilərik bu zaman? Əlavə nələrdən istifadə edirsiniz? Yəqin ki, sinifdə sorğu-sual aparmaq olar şagirdlər arasında. Onların nəyi bilirlər, nəyi bilmirlər. Yəni, xüsusən KSG olanda daha çox aydınlaşır da, yəni uşaqlar nə bilirlər, nə bilmirlər. Yəni, çalışarıq ki, müəllim də həmin istiqamətlərdə müəyyən izahlar versin, sorğu-sual aparsın. Yəni, uşaqları çətinlik çəkdiyi mövzunu soruşsun ki, nədə çətinlik çəkdi, hansı mövzunu başa düşməmisiniz. Yəni, məncə burada əlavə nəsə eləmək biraz
Necə olar ki, müəllimə? Mənə də maraqlı gəldi. Tamam. Mən bir iki müəllimə, bir neçə vaxtdır mən sizə bir sual vermək istəyirəm. Buyurun. Mən indi sertifikasiya imtahanından Allaha şükür yaxşı keçmişəm. Mən heç yerə, yəni sizə qulaq asıram da müsahibə dərslərində. Belə suallarda Allaha şükür ki, çətinliyim inşallah ki olmaz. Mənə biraz narahat edən bu icmallar da müəllimə. Mən bu icmallarla bağlı necə, harda hazırlaşım, necə öyrənim? Hətta bir dənə köhnə metodik vəsait var, ora baxıram. Mən orada necə Əslində onu qeyd edim ki, indi sual da cavablandıracağam. Məsələn, mən özümün gələn həftədə müsahibə qrupum başlayır. İcmalları hazır şəklində özüm yazıram bütün müəllimlərə. Fərqi yoxdur, ixtisasından asılı olmayaraq bütün müəllimlərə əlaqələndirib inteqrasiya olmuş şəkildə İKT-ni də əlaqələndirib yazıram. Yəni çox da bəyənilir, çünki yaradıcı yanaşıram. İstəsəz yəni qoşula bilərsiniz. Belə metodik vəsaitdən mən ümumiyyətcə müəllimlərə deyirəm ki, istifadə etməyin. Niyə istifadə etməyin məsələsində qeyd edim sizə. Çünki metodik vəsaitlərin çoxunda səhvlik var. Məsələn, bizdə informatikada demək olar ki, 90% səhvdir. Yəni bu sözümü də burada deyirəm, təsdiqləyirəm də hətta. Çünki dəyişilib. Hətta indi bizim məzmun xəttimiz 5 olubdur. Orada çünki orada nə üzərindən gedilir? Meyarlar üzərində gedilir. 4 səviyyəli meyar üzərində. Bizim konstruktiv rəyimiz olmalıdır. Düzgün konstruktiv rəy yazmalıyıq. Hətta orada yazılar müəllimin köməkliyi ilə nəyisə həll edir. Bunu mən neçə illərdə dönə-dönə deyirəm. Orada yanlışlıq var. İndi bəziləri dəyişilib, düz orada da yaxşıdır. Bəzi ixtisas, məsələn, kimyada var idi. Tarixin özündə də biraz yaxşıdır. Çünki mən metodik vəsaitlərinizi bilirəm. Amma ki, bizim məqsədimiz oradakıları etmək deyil. Bizim məqsədimiz fərqli yanaşmaqdır. Çünki onlar biləndə, siz onu danışmağa başlayanda bilirlər ki, siz artıq fərqli yanaşmırsınız. Amma qruplarda olur, birdən paylanılır və s. Ora baxıram ki, məsələn, keçən il özümdə də müşahidə elədim. Çoxu metodik vəsaitdən götürür, biraz nə bilim, bəzi hissələrini dəyişir, təqdim edir. Mən belə vermirəm müəllimlər. Mən onların hər birisini web alətlərinə əlaqələndirirəm, hansı platformada nəyə giriş edirik, necə yönəlirik və s. Bunlar üzərində verirəm müəllimlərə və bunu da özüm izah edirəm və sizdən izahını da soruşuram ki, çünki orada sizə sual verəndə dayanmayasınız, deməyəsiniz mənim deyil bu. Yəni mənimki kimi yanaşmış olasınız. Budur. Yəni başqa yenə dediyim kimi mən metodik vəsaitdən istifadə etmirəm. Metodik vəsaitdən nə götürə bilərəm? Sizin məzmun xəttinizi götürə bilərəm və yaxud da standartlarınızdan istifadə edə bilərəm. Bu. Başqa heç bir şey. Yəni başqa oradakılar mənə lazımdır. Çünki onlar tamamilə dəyişilir. Motivasiya olsun. Bir də ki, müəllimlərə deyirlər ki, 5Y modeli. Müəllimlər 5Y modeli təbiət elmlərinə uyğundur və 5Y modelində, məsələn, mən onu fizikada istifadə edə bilərəm, kimyada istifadə edə bilərəm. Buna, məsələn, tarixdə ehtiyac yoxdur. Hətta informatikada bəzi mövzularda olsa belə onda da ehtiyac yoxdur. Niyə ondan istifadə edirlər? Deyim sizə 5Y modelindən. Ona görə ki, bunun üçün süni intellektdən istifadə edirlər və süni intellektdə eyni modelin üzərində gedir. Məsələ budur. Yəni bu haqda da biraz məlumat verib, bəzən bundan istifadə edirlər. Bu deyil müəllimlər. Biz öz dərslərimizdə, mən də şəxsən öz dərslərimdə adi dərsin mərhələlərindən istifadə edirəm. 7 mərhələ demirəm, 7 mərhələ köhnədə qaldı. 5Y-də çox adam oradan götürür, kopyalayır. Yəni onu istifadə etdiyi üçün götürürlər, istifadə edirlər. Yəni bu haqda bu qədər deyim. Keçim sualımıza. Sağlamlıq problemləri səbəbindən məktəbə gələ bilmədiyiniz zaman nə edirsiniz? Müəllimlər, bir müəllim sağlamlıq... Olar, məncə öz fikrimi deyim. Buyurun, deyin. Deyin. Bəli. Mən əgər bülletənə çıxaramsa, tutalım 3 gün ya 1 həftə mən olmuramsa, məni əvəz edən müəllim dərs keçirsə, mən bunu eləyə bilərəm. Öz fikrimdir. Bundan bəlkə səhv fikirləşirəm. Həmin o müəllim məni əvəz edən müəllimlə mən əlaqə saxlayaram. Ümumi sinif haqqında da soruşaram ki, kimlər necə aktiv oldu, kimlər passiv oldu. Dərsin gedişatından maraqlanardım ki, hansı mövzulara hansı tərəfdən yanaşdı. Bunları mən müəllimlə əməkdaşlıq edib ondan öyrənərəm. Sonra özümdə qeydiyyatlar apararam ki, yəni bu müəllimdən bunları öyrəndim ki, deməli bu şagirdlərdə mən olmasam belə hansı sinifimizdə fəal uşaqlar, fəal cavab verənlər hansılardır? Olmasam belə. Yəni mən bunu belə edərdim. Bilməm, səhvdir bəlkə də.
əslində yox, yanaşmağımız doğrudur, belə qeyd edim. Bir müəllim Bəli. əgər bir həftəlik tutaq ki, sağlamlıq imkanları cəhətdən müəyyən qədər məsələn xəstələnib edirik, bu zaman öz hesabımıza götürürük və yaxud da ki, xəstəlik bəli. yazımız olur, bir həftəlik bu ayrıdır. Məsələn, bu zaman nə edə bilir? Sizin dediyiniz kimi, adınızı bilmirəm, üzrlü sayın. Nailə müəllimə. Nailə müəllimə. Bu zaman ondan Bəli. istifadə edə bilərəm. O sizin dediyiniz metod ən əlverişli metodların biridir. Çünki həmin bir həftə ərzində bizim 3 dərsimiz ola bilər, 5 dərsimiz ola bilər və yaxud həftə 2 dəfə ola bilər. Həmin şagirdlərin aktivliyini və yaxud da passivliyini öncədən məlumat üçün öyrənə bilərəm. Və bu zaman geri qaydanda mən nə etmiş oluram? Ümumi olaraq adi bir belə deyək, necə ki biz diaqnostik kimi keçirdirik. Burada diaqnostik adından getmir. Adi bir sual-cavablar üzərində və yaxud da hansısa bir testlər üzərində, tapşırıqlar üzərində edə bilərəm və əvvəlki dərsimdən inteqrasiya edə bilərəm. Çünki bizim artıq bölməmiz bitməyib ki, biz deyək ki, məsələn, KSG yazıb təzə bölməyə keçirik. Dərslərimizi həmin dərslərlə inteqrasiya edirəm ki, həmin şagirdlər üzərində işləyə bilək və yaxud da ki, tapşırıqlar üzərində işləyə bilək. Bu bir həftəlik bizim müəyyən qədər xəstələndiyimiz vaxtlarda mümkündür. Digər tərəfdən, məsələn, 1 aylıq, 2 aylıq bu müddət olduqda biz bunu bilirik. Tutaq ki, deyək, əməliyyata gedirik, bizim 1 aylıq olmayacaq və bunu da öncədən hər bir müəllim bilir. Bunun çox qısa addımlar atmalıdır və yaxud da ki, ümumi WhatsApp platforması üzərindən müəyyən məlumatlar göndərə bilərik və yaxud da tapşırıqlar, necə ki, yay tapşırıqlarını biz vermirik hissəli şəkildə, eləcə ona uyğun tapşırıqlar da verə bilərik. Necə ki, bu zaman həmin müəllimlə də biz əlaqədə olmuş oluruq ki, həmin müəllim də şagirdlərin səviyyəsini öyrənmiş oluruq. Və bir də ki, həmin müəllim gəlməmişdən öncə, bayaq mən öz övladımın bir nümunəsindən dedim sizə, digər müəllim həmin müəllimlə şagirdlər arasında ünsiyyət, yəni buzquran deyirəm, ünsiyyəti qurdurmalıdır ki, o şagirdlər ona da öyrəşmiş olsunlar. Çünki aşağı sinif şagirdləri, hətta bu 1-ci sinifdən 7-ci, 8-ci sinifə qədər daxildir. Bunlar aşağı deyəndə bəzən ibtidailəri nəzərdə tutduğum müəllimlər düşünür. Xeyr. Həmin şagirdlər digər müəllimi öyrəşə bilmirlər. Onların izahlarını öyrəşə bilmirlər. Buna bəzi şagirdlərim haqqında da məlumat verə bilərəm. Ola bilər sinifimdə inklüziv şagirdlər var. Bu barədə də məlumatlandıra bilərəm. Əslində hər iki müəllimin dediyi cavab doğrudur. Sadəcə olaraq bir növ mənim cavabım hər iki müəllimin fikrini və bir də ki, əlavələr etməklədir. Yəni bunu hər iki məqamda biz qeyd edə bilərik. Yenə dediyim kimi, sualı cavablandırırsınızsa müəllimlər, istəyirsinizsə cavabınız qəbul edilən olsun. Bu zaman çalışın, gördüyünüzü bir istiqamətdə baxmayın. 2-3 istiqamətdə o sualın cavabını verin ki, həm bu zaman onlara digər informasiyalar da ötürmüş olursunuz. Yenə dediyim kimi, bayaq necə dedim o KSG zamanı, metodik hissədən də anladığımı və yaxud da ki, bu zaman şagirdlərin psixologiyasında nəzərə aldığımı fikir verirsə, inklüziv şagirdlərimi dedim. Həmin müəllimlə də əməkdaşlığımı, mən də onlara özlüyümdə 3 informasiyanı verdim. Belə müəllimlər, təşəkkür edirəm, sual cavablandırdınız. Gəlin keçək 4-cü sualımıza. 4-cü sualımız bizim nədir müəllimlər? Baxaq 4-cü sualımıza. Deməli, bizim 4-cü sualımız gəlir. Bir dəqiqə, biraz. Sinifə yeni gələn şagirdi digər şagirdlərlə ünsiyyət qurması üçün hansı addım atırsınız? Bu da Ləman müəllim, buyurun. Bunu elə bir əvvəlki günlərdə də ifadə etmişdim. Buyurun. Bizim tarix müəllimlərin yaralı sualıdır. Bu bizə də düşmüşdü. Bunun fərqli biraz formada düşmüşdü. Burada mən yeni gələn şagirddən birinci çalışaram ki, ən azı bir neçə müddət onu müşahidə eləmək, emosional vəziyyətini müşahidə eləmək. Dərslərimdə qruplarla işə, cütlərlə işə cəlb eləyərəm ki, şagirdlərlə daha çox əməkdaşlıq edə bilsin. Yenə də psixoloqla da yenə də əməkdaşlığımı artıraram burada, hər hansı bir vəziyyət yaranarsa. Yəni bu addımları atardım. Gözəl. Başqa müəllimlərdən cavab vermək istəyən bizim buradakı müəllimlərimizin... Müəllimə. Buyurun, buyurun. Amma bizdə də bu sertifikasiyada biraz fərqli sual düşmüşdü ki, xaricdən gələn bir şagirdin məktəbdə təhlükəsiz mühit yaratması üçün müəllim nə edərdi? Nəsə orada da cavablar biraz qarışıq oldu. Əslində mən sizə bir söz deyim. İmtahanda mən müəllimlərə bir yol deyirəm.
Bəlkə də burada indi düzdür, sertifikasiya müəllimlərdə ola bilər, MİQ-dən də qoşulan müəllimlərimiz var. Həmişə deyirəm ki, imtahanda sertifikasiyada 2 cavab bir-birinə yaxın olur situasiyalarda, MİQ-də 3 cavab bir-birinə yaxın olur. Əgər ki, 2 Aha. variant arasında qalırsınızsa, yəni o saçı o cavabın birini götürməyin. Baxan kimi görünür ki, 5 variantdan 2 variant, MİQ-də 3 variant olur bu. Bir-birinə çox yaxındır. Özlüyünüzü onu qeyd edin, bir dənə dəftərdə qeyd edin özlüyünüzü. O dəqiqə cavabı yazmayın. Çünki 1-2-3 dəqiqə keçəndən sonra belə deyək də, o suallar niyə qurulur? Çaşdırmaq üçün. Fikrimiz dəyişib başqa cavabı götürə bilirik. Bu zaman nəyə əsaslanın? Düz cavabı seçmək üçün mən bir dənə sizə taktika deyim. Düz cavabı seçmək üçün baxın ki, o cavaba aid bir situasiyada, yəni A-B tutaq ki, 2 variant uyğundur. Dərslikdə buna aid məlumat varmı? Dərslik metodik vəsət üzrlü sayın kitabı nəzərdə tuturam, metodika kitabını. Hansı mövzusu varsa, mən də ona görə orada qeyd edim ki, dedilər müəllim gəzdirməlidir və s. O cavab düz çıxmışdı. Mən də hətta bunu buzqıranla əlaqələndirdim. Niyə buzqıran? Buzqıran məsələsini müəllimlər sinifdə olan bir xüsusi bir hal kimi başa düşürlər. Demirəm buzqırandır adı. Sadəcə onun bir istiqamətidir. Niyə görə? Çünki yeni şagird gələndə bu başqa dindən, irqdən olduğu üçün müəllim bu şagird məktəbi də tanımır yaxşı, müəllimlər də yaxşı tanımır, digər